Herkese salam. Bugün təbiət dərslik 6-cı sinif 1-ci hissə göbələklər mövzusu ilə davam edirik. Bugünkü mövzumuz bakteriyalar nədir mövzusudur. Gəlin mövzu ilə tanışalım. Leyla, bu böyük və qorxulu görünənlər nədir? Onlar yad planetlədir. Nicat, qorxma, onlar bakteriyadılar. Bakteriyalar hər yerdə rast gəlmək mümkündür. Açar sözlər: bakteriya, mikroorqanizm, mikroskop. Xəstələnməmək üçün tez-tez əllərinizi yuyun. Sizcə əllərimizdə bizi xəstələnməyimizə səbəb ola biləcək nə var? Gəlin buna cavablandıraq. Biz əllərimizi gün boyu bir çox yerlərə toxunuruq və biz əşyalara toxunduqca bizim əllərimizə əşyaların üstündə olan mikroorqanizmlər keçir. Biz o mikroorqanizmlər çox kiçik olduğu üçün və görmədiyimiz zaman, əllərimizi yumadan qidaya təmas etdiyimiz zaman və onu yediyimiz zaman mikroorqanizmlər qida yolu ilə, əlimizdə olan çirk yolu ilə bizim bədənimizə daxil ola bilər. Bu da bizim xəstələnməyimizə səbəb ola bilər. Onlar orqanizmə necə daxil ola bilər? Dediyimiz kimi, hər hansı bir qida yolu ilə və yaxud da hər hansı bir insan xəstədirsə, ona çox yaxın olduğumuz zaman hava damcı yolu ilə keçə bilər. Və yaxud da hər hansı bir yerimiz yara etsə, başqa bir insan o yaraya əlinə toxunduğu zaman və gedib başqa bir yerə toxunduğu zaman, məsələn, hər hansı bir insanın bir yarasına toxunduğu zaman, əllərini yumadığı zaman, gedib qidaya təmas etdiyi zaman, o qidanı yediyi zaman yenə xəstələnə bilərik. Və yaxud da bu xəstəliklər, patogenlər bizim ağcaqanad vasitəsilə yolumuza keçə bilər. Ağcaqanad gəlib bizim qanımızı əmdiyimiz zaman və gedib başqa insanların da dişlədiyi zaman, o zaman qanlar hər ikisi bir-birləri ilə təmas etdiyi zaman hər hansı bir insanın bədənində olan xəstəliklər bizim bədənimizə də keçə bilər. Onları adi gözlə görə bilərikmi? Xeyr, patogenləri adi gözlə görmək mümkün deyil. Onlar çox kiçik olduğu üçün onları yalnız mikroskop altında görə bilərik. Mövzumuza keçək. Ən çox yayılmış mikroorqanizmlərdən biridir bakteriyalardır. Onlar hər yerdə rast gəlmək mümkündür. Torpaqda, suda, havada, insan, heyvan və bitki orqanizmində yaşayırlar. Biz ayrı-ayrı bakteriyaları yalnız mikroskopun köməyi ilə görə bilərik. Mikroskop adi gözlə görünməyən bakteriyaları dəfələrlə böyüdərək görməyə imkan verən böyüdücü cihazdır. Deməli, biz burada öyrəndik ki, mikroskop nəyə deyilir? Mikroskop adi gözlə görünməyən obyektləri dəfələrlə böyüdərək görməyə imkan verən böyüdücü cihazdır. Və dedik ki, bakteriyalara biz hər yerdə, torpaqda, suda, havada, insan, heyvan və bitkidə də rast gəlmək olar. Keçək. Mikroskopa baxdıqda formalarına görə 4 fərqli bakteriya hücrəsini müşahidə edə bilərik. Bunlar hansılardır? Məsələn, spirallar, basillər, vibrionlar və koklardır. Spirallar qıvrım və spiral formalı bakteriyalardır. Basiller çöp şəkilli və çubuq formalı bakteriyalardır. Vibrionlar vergül şəkilli bakteriyadır. Koklar isə sferik və ya kürə şəkilli bakteriyalardır. Pendir, qatıq və sirkə hazırlamaq üçün bakteriyalardan istifadə edilir. Bakteriyalar tək hücrədən ibarət canlı orqanizmdir. Deməli, biz burada öyrəndik ki, bakteriyalar tək hücrədən ibarət canlı orqanizmdir. Onların əksəriyyəti rəngsizdir. Yalnız az bir hissəsi tünd qırmızı və yaxud da yaşıl ola bilər. Sadə bölünmə yolu ilə ikiyə bölünərək sürətlə çoxalırlar. Bakteriyanın əksəriyyəti zərərsizdir. Bəziləri bizim üçün çox faydalıdır. Bağırsaqlarımızdakı və dərimizdəki faydalı bakteriyalar sağlamlığımız üçün vacibdir. Bəzi göbələklər kimi faydalı bakteriyalardan qida və dərman istehsalında, eləcə də çirkab sularının təmizləməsində istifadə olunur. Deməli, öyrəndik ki, bəzi göbələklər və bakteriyalar bizim üçün faydalıdır. Onlar bizim bağırsağımızdakı və dərimizdəki faydalı bakteriyalardan biridir. Öyrəndik ki, bakteriyalardan çirkab sularının təmizlənməsində, qida və dərman istehsalında və ən faydalı yol isə pendir, qatıq və sirkə hazırlaması üçün də bakteriyalardan istifadə olunur. Bu şəklə diqqət verək. Göbələklər, heyvan cəsədləri, ölü və çürümüş bakteriyalar, qalıqlar və bakteriyalar. Biz burada öyrənirik ki, bakteriyalar yerin altında olur.
Heyvanın cəsədi, yəni heyvan tələf olduqdan sonra çürüdücü bakteriyalar heyvanın yumşaq toxumalarını illər ərzində çürüdürlər. Daha sonra qalıqlarını çürüdürlər və torpaq qat-qat gəldikcə o qalıqlar da artıq yerin altına getməyə başlayır. Digər bakteriyalar qrupu təbiətdə böyük fayda verən çürümə bakteriyalardır. Dediyimiz kimi, bitki qalıqlar və heyvan cəsədləri ilə qidalanmaqda onları daha sadə maddələr parçalayaraq çürüntüyə çevirirlər. Bu maddə torpağa qarışaraq bitki kökləri vasitəsilə udulur. Lakin bəzi bakteriyalar müxtəlif xəstəliklər törədə bilər. Elə bakteriyalar da vardır ki, bəzi göbələklər kimi onlar da qida və ərzaq məhsullarının xarab olması səbəb olur. Davam edək. Sanitar qovşaqlarında çoxlu xəstəliklər törədən bakteriyalara rast gəlinir. İstifadə etdikdən sonra əllərini sabunla yaxşı yumaq vacibdir. Şəklə diqqət verək. Daha sonra qidaları xarab edən bakteriyalar yeməyin qoxusunun dadını dəyişməsinə səbəb olur. Gördüyümüz kimi biz bunlara küf deyirik. Qidanın xarab olması bakteriyalara küf deyilir. Küflər qidanın qoxusunun dadını dəyişməsinə səbəb ola bilər. Həmçinin bizə də zəhərlənmə verə bilər. Bilirsinizmi? Virus tənəffüs etməyən, qidalanmayan, hərəkət etməyən və qıcıqlanma qabiliyyəti olmayan mikroorqanizmdir. Onlar canlı orqanizmlərin hüceyrələrinə daxildə çoxala bilər. Bakteriyalardan, göbələklərdən, heyvanlardan və bitkilərdən fərqli olaraq onların hüceyrəsi də yoxdur. Adətən bakteriyalardan daha kiçik olurlar. Düşün, müzakirə et, paylaş. Pis ağız qoxusunun səbəbi ağızda yaşayan bakteriyalardır. Dişlərimizdə və dilimizdə olan bakteriyalar ağızdakı yemək qalıqları ilə qidalanır. Onlar qoxulu tullantıları xaric edirlər. Dişlərimizi daim fırçalama və bakteriyalardan və ağız qoxusundan xilas olmağa kömək edir. Ağızdakı bakteriyalar başqa hansı zərərə səbəb olar? İlk öncə deyə bilərik ki, bizim dişlərimizin çürüməsinə, dişlərimizin sinirlərini hər hansı bir həsar verə bilər. Dişdə ağrıya səbəb ola bilər. Dişlərin pozulmasına, dişlərin sırayla çıxmamasına, dişlərin... Davam edək. Öyrəndiklərinizi tətbiq edin. İnsanlar qidanın xarab olmadan və müəyyən müddətdə saxlamaq üçün müxtəlif üsullar tətbiq edirlər. Mühafizəyə üstün olaraq izahı ilə uyğunlaşdırın. Birinci, mürəbbə hazırlanması. Mürəbbə hazırlanması D variantına gedir. Böyük miqdarda şəkər əlavə etməklə və suyun çox hissəsini çıxartmaqla qidanın hazırlanmasıdır. Konservləşdirmə. Devam edək. Konservləşdirmə. Ərazilərin vakumu, ərzaqların vakumu, havasına alınmış paketlərdə dondurulmadan saxlanılmasıdır. Bağışlayın. Konservləşdirmə qidaların şüşə və ya tənəkə... Bəli. Konservləşdirmə qidaların şüşə və ya tənəkə taralarında qızdırılması və saxlanılmasıdır. Vakumlaşdırma isə ərzaqların vakumu, havası alınmış paketlərdə dondurulma saxlanılmasıdır. Dondurma. Dondurma qidaların 0 dərəcədən aşağı temperaturda saxlanılmasıdır. Qurutma. Qurutma istiliyin təsiri ilə qidadan suyun çıxarılmasıdır. Duzlama isə qidaların duzlanmaqla saxlanılmasıdır. Öyrəndiklərinizi yoxlayın, cədvəl tamamlayın. Mikroorqanizmlər törətdiyi xəstəliklər, bakteriyalar. Bakteriyaların törətdiyi xəstəliklər, qidaların pozulması və bizi xəstələndirməkdir. Daha sonra ayaq göbələyi. Ayaq göbələkləri. Ayaq göbələklərin törətdiyi mikroorqanizmlər göbələkdir. Göbələklər törətdiyi xəstəliklərdən biri də ayaq göbələyidir. Bakteriyalar insan orqanizminə hansı yola daxil ola bilər? Dediyimiz kimi, hər hansı bir qida vasitəsilə, yara vasitəsilə, hava damcı yolu ilə. Nə üçün bakteriyalar bəzən təbiətin təkrar emal edənlər adlanırlar? Çünki çürüdücü bakteriyalar tələf olan heyvanların sümüklərini, onların yumşaq toxumalarını çürüdürlər və daha sonra yenidən təbiətə verirlər. Bitki qalıqları və heyvan cəsədləri daha sadə maddələr parçalayan bakteriyalar olması nə baş verərdi? Heyvanlar tələf olduqdan sonra hər yerdə tələf olan heyvan qoxuları ola bilərdi. Bitkilər inkişaf edə bilməzdi. Bugünkü mövzumuz bu qədər idi. Xoşunuza gəldiysə kanala abunə olmağı və videoya like atmağı unutmayın. Sağ olun.